Mən Şirnon Münacətin Adiloğlu, ölkə başçısı, cənab prezident, cənab Ali Baş Komandan İlham Əliyevə video müraciət çəkmək məcburiyyətində qaldım. Çünki mənim 8 aydan çoxdur ki, Müdafiə Nazirliyi tərəfindən hüquqlarım pozulur. İşimə baxan yoxdur, hamısının qəbulunda olmuşam. Müdafiə Nazirliyinin tibb idarəsinin rəisi Anar İsmayılovun qəbulunda olmuşam. Hüquq idarəsinin rəisi cənab general Elçin Əliyevin qəbulunda olmuşam. Lakin səhlənkar yanaşırlar mənim bu işimə, baxmaq istəmirlər, baxmırlar. Nədir mənim işim? Mən 16 aprel 2025-ci il tarixdə raportla müraciət eləmişəm komanda üzrə 10 il zabit kimi xidmətin başa çatması ilə əlaqədar olaraq hərbi xidmət keçimi haqqında əsasnamənin 156-cı maddəsinin J bəndinə uyğun olaraq öz istəyimlə mən tərxis olmaq istəyirəm, ordu sıralarından ehtiyata buraxılmaq istəyirəm, lakin bu raportum tibb idarəsinə gedir, tibb idarəsindən isə icra olunmadan Anar İsmayılov tərəfindən qanunsuz bir məktubla geri qaytarılır. Məktubda deyir ki, Anar İsmayılov Azərbaycan ordusunda kadr çatışmır, ona görə də sən tərxis ola bilməzsən. Qəbulunda oldum, qəbulunda deyir ki, get kimə istəyirsən şikayət elə, get məhkəmədə axtar hüquqlarımı çox sürətdə pozub. Bununla əlaqədar yazmadığım, Müdafiə Nazirliyində yazmadığım qurum qalmayıb, lakin mənim işimə baxmırlar. Məhkəməyə verdim 24 dekabr 2025-ci il tarixdə şifahi məhkəmə baxışı oldu. Hakim Emin Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında qərar qəbul olunacaqdı. Hakim fasiləyə getdi və 15 dəqiqədən sonra qayıtdı, gəldi ki, məhkəmə təxirə salınır sabahsı gün saat 17:00, yəni 25-i dünən 25 dekabr 2025-ci il tarixdə mənim məhkəməm oldu. Məhkəmə heç bir izahat vermədən mənim iddiamı təmin eləmədi. Baxmayaraq ki, mən məhkəməyə mülahisə də göndərmişəm, Cavidehin etirazı var idi, həmin etirazı yazmışam. Cavideh etirazında qeyd edir ki, 2024-cü ildə qanuna edilmiş dəyişikliyə əsasən hərbi xidmət keçimi haqqında əsasnamənin 156-cı maddəsinin J bəndinə qeyd hissəsi əlavə olunmuşdur. Bu qeyd hissəsində göstərilir ki, hərbi qulluqçuların hərbi xidmət keçdikləri dövrdə təhsil alma müddətləri bu maddənin J bəndində göstərilən müddətlərə əlavə olunmur. Yəni mən 3 il rezidentura təhsil aldığım üçün 2018-ci ildən 2021-ci ilədək mən 3 ildə artıq xidmət eləməliyəm ki, 10 il zabit kimi Azərbaycan ordusundan tərxis olmaq hüququ əldə edeyim. Absurd bir fikirdir. Məhkəmədə də bildirdim. Çünki bu qanuna olmuş dəyişiklik 2024-cü ilin yanvarın 1-də sizin tərəfinizdən, cənab prezident, qəbul olunmuşdur. Lakin mən rezidenturanı bitirmişəm 2021-ci ildə. Bildiyimiz kimi siz 2025-ci ili Azərbaycan Respublikasında konstitusiya və suverenlik ili elan eləmişsiniz. Mən bunu məhkəmədə də qeyd etdim. Mən də Müdafiə Nazirliyi tərəfindən pozulmuş hüquqlarımın bərpasında Azərbaycan Respublikasının konstitusiyasının 149-cu maddəsinə istinad eləmişəm. Burada göstərilir ki, vətəndaşın ziyanı olan ağırlaşdırıcı hallarda qanunun geriyə qüvvəsi şamil olunmur, yəni qanun geriyə oxuna bilməz. Mən də 2021-də bitirmişəm rezidenturamı. Mən əgər bilsəydim ki, əvvəlcədən bilsəydim ki, bu qanun qəbul olunacaq, mən heç rezidentura təhsil almazdım. Yəni əvəzsiz ləğv eləyə bilməz bu qanun mənim hüquqlarımı. Mən həmin dövrə olan qanunvericiliyi nəzərə alaraq rezidenturaya daxil olmuşam və həyatımı ona uyğun şəkildə dəyərləndirmişəm və planlaşdırmışam. Cavideh tərəf də öz şəxsi mülahisələrinə əsasən formal əsaslarla etiraz yazıb məhkəməyə. Məhkəməyə heç gəlmədi. 4 dənə məhkəmə iclası oldu. İştirak etdim. Üçündə, birində üzürlü səbəbdən iştirak edə bilmədim. Məhkəmə iclasında Cavideh tərəf iştirak etmədi. Çox gülməlidir, cənab prezident. Yəni bunlar deyirlər ki, sən rezidentura təhsili müddətində hərbi xidmət eləməmisən, şamil olunmur. Yəni bu qanun sənə şamil olunmur. Bilmirəm kimə deyim dərdimi, məcbur olub sizə müraciət eləmək qərarına gəldim. Hətta deyim ki,
Bu iş üzrə mahiyyət etibarilə oxşar olan məhkəmə qərarları vardır. Hansı ki, həmin qərarlarda mən məhkəməyə təqdim eləmişəm. Mənimlə eyni xidmət keçən, eyni ildə qəbul olunmuş zabitlər var ki, onların məhkəmələr tərəfindən iddiaları təmin olunmuşdur. Yəni, rezidentura müddəti daxil edilmişdir hər ümumi staja, hərbi xidmət stajına. Lakin məndə isə qəbul olunmadı. Hakim Emin Abdullayevin sədrliyi ilə keçən məhkəmədə mənim ziyanıma qərar çıxartdı, iddiam təmin olunmadı. Xahiş edirəm, mənə köməklik göstərəsiniz. Məhkəmədə mülahisədə yazmışam, ərizə yazmışam, etiraz yazmışam cavabdehin etirazına. Etirazda həmçinin qeyd eləmişəm ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsinə əsasən, yəni bu ayrı-seçkilik barədə olan bir maddədir. Məhkəməyə təqdim etdiyim sənədlərdə adları keçən hərbi qulluqçuların rezidentura təhsil müddətlərinin hərbi xidmət müddətinə daxil edilməklə qanunvericilikdə tələb olunan müddətin tamam olması əsası ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması, mənim isə təhsil müddətinin hərbi xidmət illərimə daxil edilməyərək həqiqi hərbi xidmətdən ehtiyatdan buraxılmağından imtina edilməsi ayrı-seçkilidir. Bu, Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsinin kobud surətdə pozulmasıdır. Həmçinin Azərbaycan Respublikasının ali qanunu olan Konstitusiyanın kobud surətdə pozulmasıdır. Buna məhəl qoymurlar. Mən bilmirəm hüquqlarımı harada axtarım. Yəni, mən 2015-ci ilin 5 iyununda leytenant hərbi rütbəsi, tibb xidməti leytenantı hərbi rütbəsi almışam. Müdafiə Nazirinin müvafiq əmrinə müvafiq olaraq, əmrinə uyğun olaraq 2025-ci ilin 5 iyununda da mənim 10 il zabit kimi xidmət müddətim tamam olur. Rezidentura təhsilimi almışam 2018-2021-ci illərdə, qanuna isə dəyişiklik olunub 2024-cü ildə. Yəni, bu qanunun konstitusiyaya görə geriyə qüvvəsi yoxdur. Bu məsələlə əlaqədar bütün qurumlarda olmuşam. Müdafiə Nazirliyinin İşlər İdarəsindən tutmuş, Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, Başqa Müdafiə Naziri cənab Zakir Həsənov olmaqla hamısına raportla müraciət eləmişəm, ərizələ müraciət eləmişəm, müraciətimə baxılmır. Qondarma bir cavab yazılır ki, sən yəni qanun olmuş dəyişikliyə uyğun olaraq sən 2024-cü ildə olmuş dəyişikliyə əsasən sən təxsis ola bilməzsən, 3 ildə artıq xidmət eləməlisən. Yəni, mən hüquqlarımı harada axtaracağımı bilmirəm, cənab Prezident, xahiş edirəm mənə köməklik göstərəsiniz. Özüm Vətən müharibəsi iştirakçısıyam, tibb xidməti kapitanıyam, dəfələrlə Müdafiə Nazirliyi tərəfindən təltif olunmuşam. Bu da Azərbaycan Respublikası medalının vəsiqəsi. Hansı medaldır? Bu, xüsusiz xidmətə görə 3-cü dərəcəli medal. Şirnon Minacəttin Adiloğlu. Bu da özü bir daha sübut edir ki, mən Müdafiə Nazirliyində 10 il xidmət etmiş zabitlərə verilir bu medal. Bu da vəsiqəsi. Həmçinin mən Vətən müharibəsi iştirakçısıyam. Cənab Əli Əsədov, Azərbaycan Respublikasının Baş Naziri tərəfindən təltif olunmuşam. Müharibə veteranıyam mən. Bunlar heç birinə baxmırlar. Deyirlər ki, ged, nə edirsən elə, ged məhkəməyə ver. Məhkəmə də düşünürəm ki, sifarişli qərar çıxartdı. Belə düşünürəm mən. Çünki məhkəmə 24-ü keçirildi, qərar qəbul edəcəkdi, məşvərətə getdi. Məhkəmə kimdənsə çox güman ki, əlaqəyə çıxdı və təxirə saldı sabahsı günə, yəni 25-i dekabr 2025-ci il 17:00-da. 17:00-da mən məhkəməyə getdim və hakim qərar çıxartdı ki, iddiaçının ərizəsi təmin olunmasın, iddiası təmin olunmasın. Xahiş edirəm mənə köməklik göstərin. Hara gedəcəyimi bilmirəm. Psixoloji vəziyyətim çox bərbad bir vəziyyətdədir. Mən həyatımı yəni buna görə planlaşdırmışam. Bilmirəm neyniyim, kimə deyim dərdimi, hara gedim. Məcbur olub videonu çəkdim və sizə müraciət edirəm. Siz göstəriş verəsiniz bunlara. Başda bunlar deyirlər ki, Müdafiə Naziri durub məsələnin ardında Prezident Administrasiyasından müraciət ediblər olan məhkəmələrə. Bildiriblər ki, iddiaçıların tələbləri təmin olunmasın. Problem burada Müdafiə Nazirliyindədir. Mənim heç bir günahım yoxdur. Mən hal-hazırda Müdafiə Naziri başda Zakir Həsənov olmaq şərti ilə istismar olunuram, belə deyərdim. Yəni, bunun başqa adı yoxdur. Məcburi əməyə
yəni cəlb olunmuşam deyim, istismar olunuram, başqa adı yoxdur. Xahiş edirəm cənab prezident mənə köməklik göstərəsiniz.